Uşaqlar salam. Bugünkü testimizin izahında sizə güvən testindən, alkinlər testinin alınmasını izah eləyəcəm. Keçək testlərimizin izahına. Birinci sualda nə yazıb? Deməli 2 mol CH4-ü 1500 dərəcə Selsidə parçalayanda bilirsiniz ki, C2H2 üstəgəl H2 alınır. Asetilen alınır. Cavab C variantı. İkinci sualda C2H2 açıq yazaq. Bir də C2H4. Adi şəraitdə qazdılar, bəli. Doymuş karbohidrogenlərdir. Xeyr, ikisi də pir abidəsi var, doymamışdı. Metan parçalananda alınır, bəli. Bu 1500 dərəcədə, bu isə 550-600 dərəcə Selsi civarında. Cavab 1-3 variantı. Üçüncüdə hansı reaksiyadan asetilen alınmır? Birincidə kalsium OH2 üstəgələk C2H2 alınır. İkincidə tərkibində 2 halogen olan alkanın üzərinə metal gələndə, halogenlər yanaşı olanda alken, aralı olanda disikloalkan alınır. Üçüncüdə, burada alken alınacaq. Nəyə görə? Tərkibində 1 halogen olan alkanın üzərinə əsasın spirtdə məhlulunu gələndə alken alınır. Tərkibində 2 halogen olan alkanın üzərinə əsasın spirtdə məhlulunu gələndə alkin alınır. Dördüncüdə də 1500-də asetilen C2H2 üstəgəl H2. O da cavab 2-3-də bizdən, çünki alınmayanı istəyirdi. Cavab 2-3-də variantı. Sonra etan. Etan yazılır belə. CH3, CH3. Etilen yazılır belə. Asetilen yazılır belə. Molekulunda olan pir abidənin sayı. Burada 1 pi var, burada 2 pi var, burada pi yoxdur ümumiyyətcə. 1 səhv. Qeyri-polyar kovalent. Qeyri-polyar kovalent sigma. Bəli, bir dənədir. Bir dənədir. Bir dənədir. O birlər pidir. 2 ortaqdır. Molekulunda rabitənin əmələ gəlməsini iştirak edən qeyri-hibrid. Baxın, bunda 6 dənə qeyri-hibrid var, çünki hidrogenə görə. Bunda 4 hidrogendən gəlir. Bu karbonlar da sp2-dir. Ya da qeyri-hibridi, karbondan gələn qeyri-hibridi belə də hesablaya bilərik. Pir rabitənin sayını 2-yə vur. Çünki bir pir abidənin yaranmasında 2 dənə P qeyri-hibrid orbital iştirak eləyir də, başa düşdünüz? Bax, hər hidrogen bir qeyri-hibriddir. Yazdım 4 üstə gəl. Burada bir dənə də pir abidə var axı. Pini də 2-yə vuranda, bir pini 2-yə vuranda eləyir 2. O da eləyir 6. Ya da ki, belə. 2 sp2 var. Hər sp2-dən bir qeyri-hibrid, ikisindən 2 dənə gəldi. İndi burada 2 dənə hidrogendən gəlir. 2 dənə də pi var. 2 pi var. 2-yə vuranda eləyir 4. O da eləyir 6. Ya da belə. Hər sp-dən neçə qeyri-hibrid var? İkisi bunda, ikisi bunda elədi 4. 2 dənə hidrogen, cavab 6. Bu da ortaq olmadı. Ortaq cəhətləri istəyirdisə, əgər yalnız 2-də 4-də Y var. Yox, bir dəqiqə. Hamısında hədə 3 də düzdür də. Qeyri-hibridi demirdi. Bəli, 6, 6, 6. Hamısında 6 almış. Hə, ortaq cəhət istəyirdi. Cavab 2-3. Yəni D variantı. 5-ci sualda. Maddələrin kalium hidroksidin spirtə məhlulundan butin 1, butin 2 alınan. Bax, məlum məsələdir ki, birincidə butin 2 alınacaq. Bromlar götürəcək, ortada 3 qat yaranacaq. İkincidə də butin 2 alınacaq. Niyə? Çünki biz demişik ki, hidrogen qopanda halogenin birləşdiyi karbonun sağına, soluna bax. Görsənmi? Bax, burada 3 karbon var, burada 2 karbon var. Hidrogen qopanda az tərəfdən qopur. Ona görə burada 3 qat burada yaranacaq. Hidrogen qopdu oradan. Hidrogen qopdu, CH3. Amma üçüncüdə halogenlərin birləşdiyi karbonun bircə dənə sağ tərəfi var. Ona görə məcburuq hidrogeni oradan qopardıq. Ona görə orada butin 1 alınacaq. Deməli, butin 1, birincidə butin 1-dir. Yaxşı mı? Birincidə yox, üçüncüdə butin 1-dir, o birisilərdə butin 2, Y variantı. 6-cı sualda. Texniki kalsium karbid. Bilirsiniz ki, bu test toplusunda da var idi. Bunun su ilə reaksiyasından nə alınır? Kalsium OH2 üstəgəl C2H2. Aha. Bunu yazdıq. İndi əmsallaşdıraq mı? Əmsallaşdıraq. Bura 2 yazsam, məncə hər şey ifadə olunur. Əla, düzəldi. 2 tam %24 litr. Litrin altında əmsal vururum ki, onda 4 yazıldı. Kalsium karbidi tapıram. İndi deyəcəksiniz ki, ay müəllim, uşaqlar bəzən deyir müəllimə. Məsələn, şərtində verilənlər üstə yazmırıq. Deyirəm, hə. Deyir, niyə kalsium karbidin üstə 8 yazmadı? Uşaqlar yazanmaram, niyə? Kimyaniki anlayışlarından siz öyrətmişəm ki, tənliyin üzərinə ancaq saf yazılır. Yəni, təmiz. 4 qram texniki kalsium karbid, bu təmiz deyil. Bu təmiz deyil. Bu qarışıqlı bir şeydir.
İndi mən buradan təmizi tapdım. Nə qədər tapdım? 6.4. İndi 8-dən 6.4-ü çıxanda 1.6 deməli kənar qarışıqdır. Amma bu safdır. Saf kalsium karbiddir. 8-im 100-dürsə, kalsium karbid 6.4-üm də x-dir. O da eləyir 80%. Cavab Y variantı. 7-ci sualda. 7-ci sualda nədir? Maddəm asetilendir. C2H2. Üzərinə 1 mol H2 gələndə C2H4 etilin. Etilen alınır. C2H2'nin üzərinə C2H2'nin açılışı buradan özüm açıq yazdım ki rahat başa düşəsiniz. Pinin birini qırdım. Hidrogeni bir tərəfə, xlor da bir tərəfə. Əslində Markovnikovla getməli idi. Hidrogenlər eynidir deyə Markovnikov tətbiq olunmadı. Bunun adı vinil xloriddir də. 7-də B variantıdır da cavab. 8-ci sualda. 8-ci sualda kalsium karbidin üstə su gələndə kalsium OH2. Bu bayaqki testdir ki. İkincidə 2 halogendir, yanaşıdır, metal gəlib. Deməli alken alınır. Üçüncüdə bir halogenlilərin üzərinə əsasın spirtə məhlulun gəndə alken alınır. 2 halogenlilərdə alkin alınır. Bir də kalium xlordan su çıxır. Cavab asetilen 1 ilə 3-də alınır. Y variantı. 9-cu sualda. 9-cu sualda deməli uyğunluğu müəyyən edin. X, Y-ə xlor qoysam 2 halogenli deyə əsasın spirtə məhlul gəndə burada alkin alınacaq. Düzmü deyirəm gör? Bəli, alkin, butin 1. Bu düzdür. Hidrogenlə xlor qoysam, birinə hidrogen, birinə xlor, bir halogenli deyə alken alınmalı idi. Özdə Y-ə xlor qoysan deyə hidrogen xlorun birləşdiyi karbonun sağına bax, soluna bax. Harda azdırsa oradan qopur. Burada hidrogen CH2-dən qopacaq. Onda buten 2 alınacaq. Buten 2. 2 səhvdir. Məsələn, üçüncüdə belə yazır da. X-a xlor qoyur, görsən. Y-ə hidrogen. Məsələn, mən bunun üzərinə kalium H-ın spirtə məhlul gələndə bu götürüləcək. Xlorun birləşdiyi karbon bir dənə sağı var da. 2 qat burada yaranacaq. Onda buten 1 olacaq. O da səhv oldu. Başa düşdünüzmü? Məsələn, 2 ilə 3 yoxdur. 2 ilə 3-ün 2-nin cavabı buten 1, 3-cüyə yazılıb. 3-ün də cavabı buten 2, 2-ciyə yazılsa onun hamısı düz götürərdim bax. Amma elə bil alınan maddələrin adlarını dəyişik yazıblar orada. Ona görə yalnız 1-dir. Hansı reaksiyada asetilen alına bilər? Birinci səhvdir. 2 halogendir, metal gəlib. Orada alken alınır, yanaşı deyə. Üçüncüdə o C2H4'dür. C2H4'ün üstə çünki su gələndə C2H5OH alınır. C variantıdır da 1500, bu üzr istəyirəm, elə bildim 1500'dür. Yo. Orada C2H4 alınır. Cavabdadır da 2 halogeninin üzərinə əsasın spirtlə məhlulun gəndə alkin alınır. Orada 3 qat yaranacaq. Asetilen C2H2. 1,2 dibrom. Pentan. Bunun üzərinə əsasın spirtə məhlulun gəldik. 1,2 dibrom pentanın əsasın spirtə məhlul gəndə 2 halogendir deyə 3 qat yaranacaq da. Belə. Kalium brom üstə gəlsin. Bunun da ən uzun zənciri seç, nömrələ. Pentin 1. Y variantı. 12-ci sualda. 12-ci sualda deməli hansıları karbohidrogendir? Karbohidrogendir, hə. Baxan kimi görürəm də Z-lə Y. X karbohidrogen ola bilməz. Nəyə görə? Bax deyirəm. Deməli, X-i niyə götürmürəm? Mən demişəm ki, tərkibində halogen olan alkanın üzərinə əsasın suda məhlulunu gəlibsənsə, suda, onda spirt alınır. Orada da X-ə bax, X-də oxun üstündə kalium OH ayağında su yazılıb. Orada 1,2 dibrom var, halogenlər götürüləcək, yerinə OH qoyulacaq, 2 atomlu spirt alınacaq. X-i cavablardan çıx. Amma Y-ə bax, tərkibində 2 halogen olan alkanın üzərinə əsasın spirtdə məhlulun gəlində alkin alınır. Orada Y alkin alınacaq, alkin. 1,2 dibrom propan deyil mi? Bu alınacaq, bax. Bax bu. 2 halogenlidir, 1,2 dibrom. Halogenlər yanaşıdır. Üstünə metal gələndə onda alken alınacaq. Z-də budur. Amma X də budur, bax. Halogenləri götürüb yerinə OH qoyasan. Karbohidrogen cavabı bundan budur.
Bu spirtlərə aid daxı, bu karbohidrogen deyil. Bir diqqətlə bax. Karbohidrogen dediyimiz şey ancaq karbonla hidrogendən ibarət olmalıdır. Cavab Y-dən Z. Yaxşı. Yəni 12-də Y variantı. 13-cü sualda hansı maddənin 1 molunda daha az asetilin alınır? Hansı maddənin 1 molundan daha az asetilin alınır? Məsələn, kalsium hidroksid. Yox, kalsium karbid. Bu su ilə girəndə kalsium OH2 üstəgəl Z2H2. Məsələn, mən bunu əmsallaşdıranda bura 2 düşür. Yəni 1 molundan 1 mol asetilin aldım. Məsələn, metandan necə alırdıq asetilini? 1500-də nətər alırdıq? S2H2 üstəgəl H2. İndi bunun 1 molundan nə qədər asetilin alınır? 0,5 mol. Burada da bu 1,5 eləyir. Bəli, 0,5 mol. Elə ən az buradadır da. Məsələn, etilen deyir də, S2H4-ün üstə H2 gələndə, yox, S2H4-dən necə asetilin alarsan? Bundan H2 çıxsam, S2H2 1 mol alınır. Ən az, bəli, metandan alınır. Məsələn, Y variantı 1,1 brom etan döyük. Brom. Mən bunun üzərinə əsasın spirtdə məhlulunu gəlsəm, burada alınır alkin. Gördüm, 1-in 1 alınır. Əmsallaşdıranda bura 2, bura 2 düşür, qutardı. Bunun 1 molundan 1 mol alınır. Eləcə də 1,2 dixlor etan. Mən bunun üzərinə əsasın spirtdə məhlulunu gələndə, yenə burada CH, 3 qat CH. Kalium xlor, bir də su alınır. Əmsallaşdıranda bura 2, bir də bura 2 düşür. Yəni 1 molundan 1 mol asetilin alındı. Gördüm. Yəni ən az metandan alındı. 1 molundan 0,5 qədər alındı. Kalsium karbid. Tənli yaz. Əmsallaşdır. 128 qram, qramın altında qram yazıldı. Neçə litr asetilin? Görürsünüz, mən çıxım məsələlərində demişəm də, mən faizə baxmıram. Saxlayıram onu bir kənarda. Məsələmi 5 ardıcıllıqla icra edirəm. Litrin də altına əmsal veririm 2,4. Bu eləyir nə qədər? 44,8. İndi mən 128 qram kalsium karbiddən 44,8 litr asetilin alınır iddia edirəm. Amma bu da deyir onu 75% çıxımla əldə edirsən. Onda bunu 75-ə vur, 100-ə böl ki, nə qədər əldə eləmək olur əslində? 25-ə gedir 4, bu 3. Bundan bu gedəndə 11,2. Bu da eləyir 33,6 A variant. 15-də. Tərkibində 80% kalsium karbid olan X qram mineralın su ilə qarşılıqlı təsirindən bizə dəqiqə. E, 44,8 litr asetilin alınır. Əmsal veririm 2,4 bura yazıldı. 80% kalsium karbid olan X qram mineralın. Bizə dəqiqə. Gəlin görək nə qədər təmiz kalsium karbidin var. Bir onu tapaq əvvəlcə. Bu eləyir 128 qram. Və özü dilindən deyir ki, tərkibində 80% kalsium karbid olan. Deməli 128 qram kalsium karbidim 80% isə, bəs bu obşi mineralı istəyir axı. X qram mineral suyu. O da 100% də obşi. Çünki suyun tərkibində təkcə bu yoxdur axı. Kalsium karbid yoxdur ki. Aha, indi burada su obşu 100%dir də. Bundan bu getdi. Bundan bu gedəndə 1, 6, 16 da ona vuranda eləyir 160. Y variantı. Asan bir şeydir. Təmiz kalsium karbid tap 80%, ikisi də 100%. 16-da nəyin üzərinə əsasın spirtdə məhlulun yanında asetilin alıbsan? Əlbəttə ki, tərkibində 2 halogen olanların halogenlər ya yanaşı olacaq özdə, ya da eyni karbona birləşəcək. 2 ilə 5-ə bax. Qutardıdan. 2 halogenin üzərinə əsasın spirtdə məhlulun yanında alkin alınır. 1 halogenli də alken alınır. Cavab 2, 5. 17-də. Yenə gəldi, indi uyğunlaşdırma. 17-də 1, 2, 3. Birincidə spirt alınacaq, çünki kalium OH oxun üstündə su yazıb. Sudursa spirt alınır, bunu tolla, bu heç asına aid deyil. İkincidə 2 halogen var, görürsən 2 xlor var. B variantında 2 xlor var. Özdə xlorun birləşdiyi karbonlar yanaşıdır. Onda alken alınacaq. B-ni yazıram buraya. C-də 2 halogenli də üzərinə əsasın spirtdə məhlulunu gəlib alkin alınacaq. C buraya.
D variantında CH4 üstəgəl natrium 2 COC metan alınır. Bu D variantı buraya. Y-də bilirsiniz də C2H4 üstəgəl H2 alken alınır. Y-də buraya. 1-ə B, Y, 2-yə C, 3-ə D. Uşaqlar, bugünkü testimizin izahı bu qədər. Növbəti testimizin izahında görüşənədək. Sağ olun.